Gördüyünüz kimi lövhədə 4 dənə bircə sözü yazmışam. Bu bircə sözləri hansı nitq hissəsinə aiddir və növləri. Məsələn, deyək ki, ədatın hansı növünə aiddir? Videonu saxlayıb özünüz də tapa bilərsiniz. Daha sonra isə video izaha baxa bilərsiniz. Bircə arzu ədatı kimi işlənə bilir. Bircə oğlumun universitetə qəbul olduğunu görsəydim, bircə universitetə qəbul olsaydım, bircə müəllimlərin işə qəbul imtahanından uğurla keçsəydim, bircə məhdudlaşdırıcı ədat kimi işlənə bilir. Bircə sənə inanıram, bircə sənə inanmışdım. Nə etdi? Məhdudlaşdırdı. Və qüvvətlendirici ədat kimi işlənə bilir. Bircə tez ol. Baxın, bircə tez ol. Say üstəgəl ədat şəklində ola bilir. Mənim bircə manatım var. Bir say və cacə ədat. Gördüyünüz kimi bircə sözü 4 müxtəlif formada işlənir. Arzu ədatı, məhdudlaşdırıcı ədat, qüvvətləndirici ədat, say üstəgəl üçün yenə cacə qüvvətləndirici ədat.